Əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə sana yerindir. Bugün oluyor pünhan ayrılır, anlamayım neyniyim. Çün gözleden can ayrılır. Ey senem icran elimden alemi zar eylerim. Gözlerimden sağlasan deryayım mal ayrılır. Bu sebeptendir ki ben bimar rencur olmuşam. Xəstə könlüm merhemi ol derde derman ayrılır. Taqətim, səbrim tükendi onsuz ah mən neylərəm. Əqlini şeyda qılan ol çeşmi fəttan ayrılır. Bir sən qalarsan bir mən. Sən, bir də mən. Sen bir de nağılda olduğu gibi biri vardı, biri yoktu. Yeryüzünde bir Murat vardı, bir Frengiz. Biz də adamıq. Elbette olacak. Sensiz bir günüm yoktu. Olmaz ki ayrı düşməyək. Utanma. Bir can neşirin oldu ki, yiğitliği, erliği ona kurban verdin. Namert. Dur ayağa. Geç kılıncımın altından. Öldürmərəm seni. Pis zəmanədir, çox pis zəmanədir. Dostdan düşməni tanımaq olmur. Səhər yol getmək qorxuludur bəy. Hər yana gözətçilər qoyublar. Yaxşı, Nədansa bu sakitliyi heç xoşuma gəlmir bəy. Bəlkə başqa bir yol göstərəsən. Orada kim var? Allah bəndəsi. Siz mühasirədəsiz. İndi daha bizim Sovet hökumətini tanımalı olacaqsan. Gönüllü təslim olanlara azadlıq veririk. Fikirləşməyə bir dəqiqə vaxt verirəm. Son zaman ağızlarda söhbət olub, söz olub. Deyirlər ki, dünyadan yaxşı adam azalır. Yaxşı adam az qalır. Bəs hanı dost yolunda öz canından keçənlər? Hanı sədaqət üçün dostluğa and içənlər? Yoxsa dostluq kəlməsi bugün cılızlaşıbdır? Pisi görüb yaxşılar bəlkə elə çaşıbdır. Nə var axı dünyada yaman adam olmağa? Çalışıb yaxşıları qoymayaq azalmağa. əlbəttə, atalar məsələdir. Axtaran tapar. İgidin başı qalda gərək. Yorulmadan döyüşən qələbə çalar. Acı həqiqət şirin yalandan yaxşıdır. Смотри туда. Вон туда. Это утки, да? Нет, сынок, это бакланы. У них не стреляют, мясо несъедобное. Ну как здесь, красиво? Здорово. Gənciyə gələsən, gəncə çatdıq, dadmayasan, günah. Şair deyib, 3 günlük ömründə iç yağız yara. Ömür dönməz geri, çəkmək yara. Görürsən ki, dünya hey xarablaşır, sən də gecə gündüz mey iç, ol xarab. Nəsimi lazımdır sənə? O cavanı azad elə. Elərəm, hanı Nəsimi? Hüzurundadır. Bədbəxt, sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə sağlar. Elin kurusun.
Parmaqların çürüsün. Ey donuz oğlu donuz. Heç donuz da öküz ox atar. İgidlərə qurban olasan. Ox ata bilmirsən, başını başlara qoşursan. Heç yay da elə çəkərlər. Gerek dilimden diyen. Darıxmısan. Güya bilmirsen. Darıxmışam. Mən də. Bir sen kalarsan bilmem. Sen. Bir de ben. Старики говорят, в наших местах был когда-то теплый источник, целебный, но он пропал. Отец все горы облазил, мечтал его найти. Я дал клятву, каждый уголочек просмотрю, но найду его непременно. И если у вас осталось ко мне хоть малейшее доверие, я скажу, настанет время, когда ваши дети и внуки будут здесь сеять хлеб, сажать сады, и очень скоро здесь закипит новая жизнь. А вы еще будете пасти табуны. А если не верите мне, приходите в ПТУ, вам ребята все расскажут. Эти арбузы старики принесли прямо в управление. Говорят, если на новой земле не будет таких arбузов в голову тебе. Bilirəm Bakıdan gəlmisiniz. Deyəsən, düşmüşəm onun içine. Ben bunu yoxlamalıyam. Bu adamın adını sizə deyəcəm. Mütləq deyəcəm. Cəbi. Darıxmayın. Deyəcəm. Əgər biz qalanı əldən verməli olsaq, mən onu öz əllərimlə yandırıram. Qoy külafşına qismət olsun özümsə. Dağlara qalxıb, yenidən can fədailər ordusu yaradaram. Azərbaycanımı azad görməyincə qılıncımı qınına qoymaram. Mən yerin altını da bilirəm üstündə. Hər şey başa düşürəm. Amma elmi rəhbərimsə heç nə başa düşmür. O yalnız qayda qanunlara riayət eləyir. Filan iş pisdir, filan iş yaxşı. Bunu eləmək olar, bunu olmaz, borcundur. Bəs necə? O axı nümunəvi şəxsiyyətdir. Onun fikrincə bizim aramızda olanlar şübhəsiz ki pis işdir. Amma ata-anası isə daha var. Görürsən ki, sən salamatı. Yoxsa çox qocalmışam. Qocalmamısan, dəyişmişsən. Elə o vaxt hiss elədim bunu. Bakıda, məndən imtina elədiyim vaxt. Mən o vaxt başa düşmədim. İndi başa düşürsən. Çox dəyişmişsən Nicat. Nə şeytana. İndi fikrin nədir? Sanksiyalar. Hər ikisini həbs eləmək. Hələlik. Yoxsa şübhəm var. Heç danışdığını bilirsən. Bilirsən onlar kimdir? Özlərindən küsürlər. Bəs sən Allah. Əgər sənin mülahizən təsdiq olunsa, heç bilmirəm bunun axırı nə olacaq. Orada kim var? Allah bəndəsi. Bu nə sözdə? Nə söz olacaq? Gəl təslim ol bəy. Kimə? Sənə? Yox, Sovet hökumətinə. Sizin o hökuməti mən tanımamışam. Tanımaq da istəmirəm. Bilirsiniz, mən az içmişdim. Lap az. Sonra bir de gördüm ki milis mənim dalımca gəlir. Mən qorxudan qaçmaq istədim. Axmaqlıq eləmişəm. Mən günahkaram, üzr istəyirəm. Heç olmasa nə elədiyini başa düşürsən? Axı mən neyləmişəm? Necə də axmaqsın. Sən axı nə vaxt ağıllanacaqsan? Sən nə danışırsan? Eyib olsun sənə. Sən mənim sözlərimə, mənim özümə, bizim gələcəyimizə tüpürürsən, hə? Mən işə düzəlmişəm. Dəli ol. Hansı işə? O yaramazların yanında? Axı məndən nə istəyirsən? Dedim ki, Elmi Tədqiqat İnstitutunda işə düzəlmişəm. Artıq tapşırıq da almışam. Budur, elmlər doktoruna aparıram. Elmlər doktoru? Ver baxım, ver. Ehtiyatlı ol, işıq düşməsin. Orada fotomateriallardır. Eyhamla danışma. Bilirsən nə var? Mən atamı səndən az istəmirəm. Amma məncə bu məsələni o özü həll eləməlidir. Sən quldursan. Quldurun nazı ilə oynamaz da. Nətər olur bəy? Cəmaatı çabuk talayan sən özün, amma kasıb küsubun havalarına quldur deyirsən. Sən də buradasan Mirzə? Bunların hamısını gəbərdəcəklər. Amma səni göndərəcəklər Sibirə, gedər gəlməzə. Aton sümüklərini ziyarət eləməyə. Ancaq onları da başa düşmək lazımdır.
Gecə yarısı naməlum bir şəxs əlində nə sənədi, nə də sərəncamı gəlib tələb edir ki, rayonun yarısı çay qarışıq mühasirəyə alınmalıdır. Bir də o milis işçiləri ilə elə qoşa gəlməz rəftar. Vətən borcunu deməyə getdim. Hər kəs öz vətəninin borcunu deməlidir. Nəyin bahasına olsun. Elə ona görə də mən indi vətəndə olmalıyım. O hansı vətəndir? Vətəndir, onu daraya qatmaq olmaz. İlahi, niyə başa düşmürsən sən indi onlar üçün? Canlı hədəfsən. Olsun. Görünür, talihim belə. Bəli, cənab general. Kimlə bostan əkdiyimizi də çox gözəl başa düşürəm. O ki qaldı otay-butay söhbətinə. Bilirik qarnınızın ağrısını. Xam xəyaldır bu arzunuz, həsrətində olduğunuz körpülər çoxdan uçurulub. Bağışlayın, cənab general. Su gələn arxa bir də gələr. Salam Rasim Bey. Здравствуй, Расим Бey. Не Расим Бey, а товарищ капитан. Садитесь. Слушаюсь. Вы не слушаете? А так точно. Так точно, Расим Бey. Ой, извините, товарищ капитан. Почему опоздали при отходе? А если не думаете отвечать? Хорошо, что врать не умеете. Почему в рабочее время спите? Во-первых, рабочее время кончилось. А во-вторых, я не спала, лежала. За словом карман не полезешь, правда? Правда? У меня нет кармана. Почему я на тебе не женюсь, знаешь? По-моему, в семейных вопросах вы самая равнодушная, холодная личность. Я не отдал. Ну ладно, пошли посмотрим. Ну пошли. Скоро премьера нормального костюма. Mən milis xidmətində polkovnik rütbəsinə qədər çətin, lakin şərəfli bir yol keçərək, saysız hesabsız ağır cinayətlərin üstə açılması üçün öz qüvvə və bacarığıma əsir gəlmişəm. Bu cinayətlərdən birinin bizim üçün gözlənilməz sonluqla qurtardığına görə onu sizə danışmaq istəyirəm. Mən elədim ki, yaran qalmayasınız. Mən İstanbuldayam. Deməli danışdığımız kimi sabah səhər 9-da otelin xolunda görüşürük. Dövlət işləridir. Çalışıram ki, burada olmağımın məqsədini mümkün qədər az adam bilsin. Başa düşürsünüz də? Siz burada Azərbaycana kömək eləmək istəyən adamlar var. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın bu ağır günündə belə bizimkilərin çoxu ancaq öz şəxsi mənfəət. Atalarım var o necə rüşvət alır universitetdə. Hesab inanmazdır. İmtihan bir yana dursun. Zaçota qalır, reza alır. Deyir, zaçot qabağı, sigareti qoyur qabağına. Uşaqlar, kimdə spiçka var, deyir tələbələrə. Bunlar da arif dövlədə. 5-10 dollar qoyurlar kibrit qutusunun içinə, uzatırlar cəbbara. Sonra işlərimiz yağ kimi gedəcək. Qaz vurub qazan dolduracaq. Sizin də işiniz ondan ibarət olacaq ki, pulları qamarlayacaqsınız. Necədir? Ha? Oh? Nə o? Tüfəkdə tapdırmışam. Tüfək nədir? Əhməd. Ova gedirsən. Vallahi o deyəndə ki... Sən narahat olma. Əmi oğlunun başından bir tük də əskik olmayacaq. İstəyirsən sən də qoşul bizə. Mən o planını çoxdan doldurmuşam. Mən heç kəsin çörəyini yemirəm. Ancaq öz əllərimlə qazandığım çörəyi yeyirəm. Mən çörnərə boçum olmuşam. Hambal da işləyə bilərəm. Fəqət heç vaxt mənliyimi satmaq, əsir olmaq istəməm. Hüquq orqanlarında o dövrdə sağ, təmiz insanlar çox olub. Elələri indi də var. Qarabağ savaşı zamanı hələ ordumuz yox idi. Bax onda yüzlərlə polis işçisi sinəsini qabağa verdi. Neçə igid oğul, şəhid, çoxları əlil oldu. Bax belə insan lazımdır.
Sənsə gəlib çıxmırsan. Mən də uzun gecələri tək oturub öz-özümlə danışıram. Əgər bilsəydin, səndən ötürü necə darıxmışam. Yaxşı ağlama. Ondansa gəl içək. Görürsən ki, sən salamat. Məni bir balaca səliqə səhmana salsan, bax, belə olaram. Burada göydən 3 alma düşdü. Nağıl da bitdi.